Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli dinleyiciler, bugünkü mövzumuz gözlənilən Mehdi barəsində olacaq, amma onun haqqında konkret məlumatlar kimi olmayacaq. Sadəcə olaraq Mehdi anlayışına bir başqa pəncərədən baxmaq olacaq mövzumuz. Ona görə diqqətlə dinləyək, görək tam olaraq bu Mehdi anlayışı biz nə qədər buna kilitlənməliyik? Bunu tam olaraq necə başa düşməliyik? Və kimlərdir Mehdi adının altında xalqı aldadıb, yüz illərlədir onların sərvətini mənimsəyib və haqlarını əlindən alanlar? Dəyərli müsəlmanlar, yəni bu dərsdə Mehdi barəsində aparılan dərsin metodu elə olacaq ki, ola bilsin ki, bəziləriniz düşünəsiz ki, deyəsən bu adam inanmır Mehdinin var oluşuna, belə bir varlığın gələcəyinə. Xeyr, əstəğfirullah. Bu bir şey ki, səhih hədislərlə təsbit olubsa, o bizim etiqadımızdır. Yəni, bəri başdan, yəni şübhələr xəyallarınızda olmasın. Sadəcə olaraq aldadılmış xalqların nə ilə nəticələndi həyatları, onu bilən birisi kimi istəmirəm ki, xalqımız aldansın. Ona görə bu mövzunun əsl hədəfini bilməyi sizin diqqətinizə çatdırmaq istəyirəm daha doğrusu. Ona görə də yəni Mehdi anlayışı bütün müsəlmanlar üçün gerçəkdir. Amma fərqimiz vardır. Kimisi necə anlayır məsələsində. Əvvələn bunu bilək. Mehdi anlayışı Qur'an-ı Kərimdə sıfır məlumat. Yəni Qur'anda bu barədə heç bir məlumat, işarə yoxdur. Kim də nə danışırsa cəfəngiyatdır, yalan danışır. Qur'anda bu barədə heç bir məlumat yoxdur. Mehdi barəsində nə məlumat vardırsa, səhih hədislərdə və bir çoxu da dəif, uydurma olan hədislərdədir. Biz onun səhih hissəsini etiqad edirik və sizə səhih hissəsini qısa məlumat kimi deyib, sonra öz məqsədimə, yəni ki, baxışlarıma keçmək istəyirəm. Bəli, deməli, Mehdi anlayışı Allahın Rəsulü sallallahu aleyhi və səlləm tərəfindən bizə çatdırılmışdır. Və səhih olanı budur. Mehdi bir şəxsin adı deyil. Mehdi sözünün mənası düz yolu göstərən deməkdir. Yəni, Mehdi bütün müsəlmanlar ola bilər. O əsli olacaq Mehdini demirəm ha. Yəni düz yol göstərməkdirsə, hər kəs göstərə bilər. Kişi və qadın, hər kəs Mehdi ola bilər. Yəni insanlara düz yolu göstərənə Mehdi deyirlər. Mehdi sözü hədi sözümün ismi məkanı, ismi zamanı. Yəni ki, bu hidayət sözündən gəlir. Hidayət sözündən gəlir, yəni düz yolu göstərən. Düz yolu göstərən. Sözün mənası budur. Amma həmən o şəxsi ki, Allahın Rəsulü haqqında bizə xəbər vermişdi, İmam Buxarinin rəvayət etdiyi hədisdə Allahın Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, mənim nəslimdən bir nəfər qiyamətə yaxın gələcək, doğulacaq. Adı adımdan, atasının da adı atamın adından olacaq. Yəni adı olacaq
Muhammed Abdullah oğlu. Bax budur Mehdi. Onun adı Mehdi deyil. O ədaləti yer üzündə bərpa edəcək, Allahın Resulü buyurur. Və elə bir düzən quracaq ki, yəni insanlar yalan, hilə nədir onları az qala unudacaqlar yəni. Yəni insanlar bir-birini aldatmaz, kələk gəlməyəcək və elə bir düzən qurulacaq dünyada. Adı adımdan, atasının da adı atamın adından və yer üzündə 7, digər versiyada isə 8 il hökmranlıq sürəcək. Və sonra İsa aleyhissalamın gəlişinə yaxın olacaq. Bunlar ayrı-ayrı hədislərdir. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm Mehdi barəsində uzun-uzadı danışmamışdı. Qısa sözlər demişdi. O qısa sözləri sadəcə olaraq toparlayıb sizin diqqətinizə çatdırmaq istəyirəm. Və beləcə o hakimiyyəti bu şəkildə qurub da 7 və yaxud da 8 il yaşadıqdan sonra dünyasını dəyişəcəkdir. Və İsa aleyhissalamın gəliş zamanında olacaqdır. Və İsa aleyhissalam, bunu da Allahın Resulü sallallahu aleyhi və səlləm deyir. Sizin üçün necədir? Deyir, sizdən bir rəhbər olacaq ki, o İsa'ya deyəcək, buyur, gəl bizə imamlıq et. İsa deyəcək, xeyr, siz biri-birinizinsiniz. Bu din sizin yaşadığınız, bu şəriət sizin yaşadığınız şəriətdir. İmam sən ol. Yəni İsa aleyhissalam həmin o Məhdini imam təyin edəcək ki, o imamlıq etsin. Və belə bir eyni zamanda çox dünyanın həmən dövründəki çox ciddi bir problemlə mübarizə aparacaqlar. Dəccal problemi ilə. Çox ciddi bir problem. Elə bir problem ki, Allahın Resulü Allaha ondan sığınardı. Onun fitnəsindən, şərrindən Allaha sığınardı. Ki, Allahım, onun fitnəsindən uzaq olum. Yəni, elə bir fitnə, fəsad bir hakim gələcək. Və onlar onunla mübarizə aparacaqlar və İsa aleyhissalam Dəccalı məhv edəcək. İsa aleyhissalam. Və Dəccala qarşı qurulan ordu da Allahın Resulü demişdi, Şam vilayətində qurulacaq. Şam bugünkü Suriya ərazisidir. Yəni orada ciddi bir ordu yığılacaq, Müslüman toplumu və onlar İsa aleyhissalam və Mehdi də o orduda və mübarizə aparacaqlar və o Dəccalla İsa aleyhissalam o Dəccalı məhv edəcək. Deməli, bizim etiqadımıza görə Mehdi anlayışı haqdır. Vardır, olacaqdır. Amma bütün İslam ümmətində doğru deyil. Misal üçün, İran anlayışındakı Mehdi qətiyyən həqiqətlə əlaqəsi yoxdur. Onlar deyirlər, doğulacaq, üzr istəyirəm, doğulub. Yəni 1400 il bundan qabaq doğulub, indi 1400 yaşı var, hələ də gəlmir və deyəndə ki, bəs niyə? Deyir ki, yəni gizlindədir də və gələ bilmir. Hələ onun gəlmə şəraiti yetişməyib. Gəlmə şəraiti yetişməyib və nağıllar danışırlar. Nağıllar danışırlar. Bəs bizim etiqadımızda necədir? Biz etiqad edirik ki, o, Allahın istədiyi bir zamanda bir anadan, bir atanın övladı olacaq. Dünyaya gələcək. Zəkalı, istedadlı bir müsəlman balası və dövlət başına qədər gəlib çatır və ondan sonra ətraf müsəlman ölkələrini inandıracaq ki, gəlin bir bayraq altında bir dövlət olaq, birlik quraq, bir olaq və küfrə qarşı, şirkə qarşı mübarizə aparaq, beləcə inandıracaq və beləcə ölkələr birləşib bir İslam dövləti qurulacaq. Allah onu rahatlaşdırsın, o yolu və tezləşdirsin. İslam dövləti qurulacaq, müsəlmanlar özləri öz hakimləri olacaqlar. Kiminsə vəssalı olmayacaqlar və bu da küfür ölkələrinin gözünü götürməyəcək və onlar bununla mübarizəyə başlayacaqlar ki, yəni belə bir ölkə
dövlət qurulmasın. Mübarizə aparacaqlar və o mübarizədə hamısı məğlub olacaq. Müsəlmanlar öz ordularını, öz dövlətlərini, gözəl bir dövlətlərini quracaqlar Allahın izni ilə. Bu da baş verəcək, həmən orduda da baş komandan Mehdi. Həmən Mehdi də dediyimiz kimi doğulub, boya başa çatmış birisi. Nəyim ki, doğulub 1400 ildir gözləyir. Yaxşı, 1400 ildir gözləyəcəkdir, niyə doğulurdu ki? Yəni Allah niyə onu doğdurub qıraqda saxlayırdı ki? Özü də gələ bilmir. Bunun bu qədər bacaracağı yoxdursa, gəlib nə edəcək? Və zamanın yetişməsi nəyə deyilir? Yəni öz tərəfdarlarını axtarır. Tərəfdarı necə olur ki? Birinci tərəfdar olur, yoxsa birinci sərgərdə olur? Birinci sərgərdə olur, ətrafına tərəfdar yığır. Təsəvvür et, onların, İranlıların sərgərdəsi gizlənib, deyir ki, haçan mən dəstəm düzələr, mən gələrəm. Dəstə necə düzələcək, sən yoxsan? Yəni bir nağıldır. Necə ki, bir araşdırmacı, necə də gözəl bunlara sual vermişdi ki, yaxşı, siz deyirsiniz ki, var, qeybdədir, gəlmir. Onun qeybdə olmasının nə faydası var? Necə də gözəl sözdür bu. 1400 ildir qeybdədir, nə faydası var, kimə faydası var? Deməli, onun qeybdə olması boş, əgər qeybdədirsə, boş bir şeydir. Gelib gizlənmisənsə bir yerdə, özü də 1400 ildir gizlənmisən, səndən nə qəhrəman çıxar, səndən nə igid çıxar. Baxın, dəyərli insanlar, biz Allahın Rəsulunun dediyi Mehdiyə iman etmişik, o olacaq. Biz onu alay, gülünc yerinə qoymuruq. Bizim gülünc yerinə qoyduğumuz bu İranlıların özlərindən düzəldib və onun adının altında öz sözü ilə xalqı aldatmaqlarını demək istəyirik. Baxın, bugünkü də İran dövlət başçısı hələ də xalqa deyir ki, mən Mehdi ilə görüşdüm, Mehdi mənə dedi, səbirli olun, siz silahınızı da düzəldin, bizə lazım olacaq. Baxın, özü də kimə deyir? Bir dənə dövlət başçısına deyir, heç kəsə demir. Bir dənə onunla söhbət edir. Bu nə qədər inanmalı? Biz nə qədər ona inanmalıyıq ki? Biz əvvələn heç o haqda düşünmürük belə, onların nə yaşadıqları barəsində. Amma ümumiyyətlə, yəni sıradan xalqımız, baxın, yeryüzünün ən sərvətli torpağı, yeryüzünün ən sərvətli torpağı bugünkü İran coğrafiyasıdır. Nefti, qazı, uranı, qızılı və bitkilərdən inanılmaz dərəcədə hamısına yaxını, hər nəyi var olan ölkə dünyanın ən rəzil dövrünü yaşayır. Ən rəzil vəziyyətindədir bugün. Necə olur bu? Niyə belədir? Çünki gözləyir ki, kimsə gələcək düzəldəcək. Bax, mən bunu demək istəyirəm. Fikrimi buranı çatdırmaq istəyirəm sizə. Bax, kim gözlədisə ki, gəlib düzəldəcəklər, onlar məhv oldular, getdilər. Həyatlarını da məhv etdilər. Allahın dininə də heç bir fayda vermədilər, getdilər. Niyə? Mehdi düzəldəcək, o da gəlmir. Mehdi düzəldəcək, nəsillər gedir, Mehdi gəlmir. Milyardlarla müsəlman gözləyib, gedib, Mehdi gəlməyib. Ən axırda gələcək 8 il olacaq, hər şey də ondan sonra məhv olacaq. Bu qədər dünya, bu gözəl dünya cəmi 8 il üçün var olacaq. Ondan sonra heç nə də hər şey təzədən məhv olacaq. Hələ bundansa bu nə həyat oldu, bu nə mübarizə oldu. Bax, ona görə o vəziyyətdədirlər. Bugün də insanlar kosmosa uçur. Hələ bu günləri İranda universitetlərin işıqlarını, uşaqları 2 saat tez buraxırlar ki, işıqlara qənaət eləyək, işıq yoxdur. Zavodlar 2 saat tez bağlanılır, işıq yoxdur. Hələ bu qədər sərvəti olan ölkə. Niyə? Çünki gözləyir. Mehdi gəlib onların stansiyalarını düzəldəcək, nələrini düzəldəcək. Ondan sonra onlar nəyəsə arzularına çatacaqlar. O arzuların içində 1400 ildir ümməti məhv etdilər, xalqlarını məhv etdilər, yanlış inancı yaşatdılar, namazı yanlış qıldırdılar, dini yanlış, orucu yanlış tuttururlar. Müsəlmanlar bugün bayram edir, onlar sabah edir.
Müslümanlar bu gün qurban kəsir, onlar sabah kəsir. Bax, hər nəyi müsəlmanlardan zidd düşdü. Çünki gözləyirlər. Kimsə gələcək, o düzəldəcək. Dəyərli insanlar, ümumiyyətlə Mehdi anlayışını hansı dərəcədə saxlamaq lazımdır? Biz bilirik ki, qiyamət də olacaq. Biz bilirik ki, qiyamət olacaq. İman etmişik, qiyamət olacaq. Biz bilirik ki, öləcəyik, ona iman etmişik. Yaxşı, biz öləcəyik deyə yaşamırıq, işləmirik, ev tikmirik özümüz üçün, onsuz öləcəyik də. Niyə ev tikirik? Niyə sağlam qalaq deyə mübarizə aparırıq? Niyə istəyirik daha gözəl yaşayaq və özü də bu bizim haqqımızdır? Niyə? Çünki sən bunu etməlisən, sən yaşamalısan, sən gözləməməlisən ki, kimsə gəlib sənin həyatını düzəldəcək. Sən öz həyatını düzəltməlisən, sən öz ailəni qurmalısan, övladları yetişdirməlisən, onları tərbiyələndirməlisən. Qohum qonşu ilə gözəl davranışıq aparıb və onları dəvət etməlisən doğru inanca. Yanlış bir şey gördün, mübarizə aparmalısan. Bunu sən, mən, biz etməliyik. Mehdi nədir? Niyə Mehdini gözləməliyik? Mehdi də gələr, öz zamanında ədaləti bərpa edər. Bəs bugün kim bərpa edəcək ədaləti? Bəs min illərdir kim ədaləti bərpa etməliydi? Bunlar hələ gözləyir, kimsə gələcək, düzəldəcək. Bax, budur məsələ. Qiyamət olacaq. Qiyamət olacaq. Amma gör Allahın Rəsulu nə deyir? Deyir, ey müsəlmanlar, siz görsəniz ki, qiyamət başlayıb, yəni dünyanın o başı dağılmağa başlayıb, yəni artıq dağılır. Əlində deyir, fidan olsa fidan, yəni ki, toxum, bir ağacın, bir gülün toxumu. Onu deyir, yerə atmayın, onu bastırın. Yəni, sən görürsən qiyamətdir, ha, yenə deyir, toxumu bastır. Sənə qədər nə olacağını nə bilirsən? Baxın, Allahın Rəsulu sallallahu aleyhi və səlləm bizə öyrədir ki, sən et, ağac bastır, tərbiyə ver, övlad yetişdir, mübarizə aparın. Hamımıza deyir, bunlarsa deyir, Mehdi gəlib bunları düzəldəcək. Mehdi ağac əkəcək, Mehdi binalar tikəcək, Mehdi ölkə quracaq, qanun, şərri məhv edəcək, hər nəyi düzəldəcək. Özdə bunları düzəltmək üçün hələm nə qədər ömür lazımdır. Onun özü isə 8 il. Allahın Rəsulu deyir, bir hədisdə 7, bir hədisdə 8 il. Vəssalam, o gələcək, bunu düzəldəcək 8 il, ondan sonra hər şey təzdən məhv olacaq. Subhanallah. Bu nadanlıqdır, bu cahillikdir. Bunu quranlar, bu ideolojiyanı quranlar nadan deyirlər, onlar bilirlər nə etdiklərini. Amma xalqı nadan yerinə qoyublar. Xalqı aldadırlar. Hələ onunla danışmışam deyəndən sonra insanlar bir göz yaşı tökürlər ki, Mehdi deyib ki, sən silahı düzəlt, mən gəlirəm. Güya ki, bu Tülüncü Xameneyiyə deyib. Baxın ha, milyonlarla insan gör hansı vəziyyətdədir, hansı inancdadır. O adamın dini nə olar ki? Bax, elə onların dini də o vəziyyətdədir. Əxlaqsızlığı din eləyiblər. İçkini içirlər, adını hacı pivəsi qoyublar. Musiqi ilə oynayırlar, adına qoyurlar ki, bu mərsiyəm növüdür, naşiddir. Yəni, bax, belə olacaq. Mehdi əgər gəlsə, onların düşündüyü Mehdi, əgər Allahın Rəsulunun dediyi Mehdi olsa, elə ən birinci yox edəcək ölkə İran olardı. Çünki İslamın bətnində qara yaradır. Necə ki, Amir Teymur bunu demişdi. Ona görə dəyərli insanlar, aldanmayaq. Mehdini gözləyib də öz işimizi onun öhdəsinə qoymayaq. Biz zaman itiririk, övladlarımız böyəlir, nəsillərimiz gəlir, keçir, gedir. Biz öz borcumuzu, missiyamızı yerinə yetirməliyik. Bizim borc, missiya nədir? Allahın sənə verdiyi dini sən yaşa və yaşat və öyrət. Xeyirli insan ol, xalqın üçün inandırıcı insan ol, doğru ol, ədalətli ol. Bunu yaşa və ətrafını gözəlləşdir, səliqə-səhman yarat.
Zibili yola atma. Allahın Resulü deyir ki, o imandandır yoldan tikanı götürmək. Deməli, biz gözəlləşdirməliyik. Bizim hər birimizin borcudur. Kimisə gözləməyək. Heç kəsi gözləmə. Hətta hələ Mehdini bir tərəfə qoyaq. Heç ümumiyyətlə bir nəfər gəlib o düzəldəcək, yetişdiririk, oxutdururuq. Heç onu belə gözləmə. O da öz zamanında öz işini görəcək. Sən öz işini gör. Biz öz işimizi görək. Övladlarımızla, ətrafımızla diqqətli olaq. Əlimizi başımızın ardına qoyub da kimsə gələr düzəldər deməyək. Tarix boyu xalqlar bunu gözləyiblər. Özü də hamısı tənbəl xalqlar. Bunu gözləyiblər. Yəhudilər də deyib vaxtı ikən. Kimsə gələcək. Xristiyanlar da deyir kimsə gələcək. Müslümanlar da deyir kimsə gələcək. Qədim perslər də deyirdi kimsə gələcək. Yunanlar da deyirdi kimsə gələcək. Bütün tarixə baxırsan, elə görürsən ki, sadə xalq deyir kimsə gələcək. Özü də həmişə bunu sadə xalq deyir. Amma yuxarıda olanlar isə bəli, kimsə gələcək deyib onları sakitləşdirir, öz işini görür. Öz qazancını qazanır, bunları aldadır. Bütün xalqlar belə deyiblər, kimsə gələcək. Bu kimdir gələn? Hasan gələcək? Ən axırda gələcək. Bəs bizim bu yaşanılan bu minillər kimə qurban getdi? Bəli, belə deyil. Demirəm, ha elə belə olub. Xeyr, hər kəs belə inanmayıb. Belə inansaydı, İslam bu qədər yayılmazdı. Deməli, bir qrup insan olub ki, onlar deyiblər, kim gələr öz növbəsində öz işini görər. Biz də öz işimizi görək. Və onlar öz işlərini görüblər və dini yayıblar, ölkələr qurublar və gözəl İslam olub. Gözəl İslam dövlətləri olub. Onu bu günləri kafirlər məhv etdilər və yenə də olacaq. Haçan olacaq? Biz bunun addımlarını atmalıyıq. Atılan addımlara yardım etməliyik. Belə dəyərli müsəlmanlar, yəni Mehdi anlayışını biraz ağlımızda, şuurumuzda formalaşdıraq. Yəni, bəli, inanırıq ki, belə bir hal baş verəcək, bir nəfər doğulacaq, özü də bu şərtdir, bu cürə. Doğulacaq, vardır, qeybdədir, sözü hamı nağıllardır, getdi. Vardır, sözü düz deyil. Doğulacaq və boya başa çatıb bir İslam sərgərdəsinə çönəcək. Bu şəkildə normal, ağıllı, zəkalı insandır. Daha qeyri-adi, əlində bir şey var, onu vurur, nə bilim, xalqlar yerə yıxılır. Yəni, belə şeylər yoxdur. Dövründə nə silah olar, onda bəlkə də hansısa silah olacaq, onu Allah bilir. Hər nədir? Yəni, doğulacaq və içimizdə bir insan kimi yetişəcək. Bax, belə. Və bu da ki, öz zamanında, necə ki biz bilirik ki, qiyamət də olacaq, ölüm də olacaq, bunu bilirik, amma öz həyatımızı yaşayırıq, öz işlərimizi görürük, bu inancı da o yerə qoymaq lazımdır. Daha bunu gözləmək lazım deyil. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.